Bizim yəmanilərə verəcəyimiz suallardan biri də budur ki, sizin Əhməd Əl-Həsəniniz ki, iddia edirsiniz, yəmanidir, birinci Məhdidir. Necə ola bilər ki, bir nəfər şəxs gələ, yəmani iddiası eləyə və özünü İmam Zamanın övladı saya və özünü həmçinin birinci Məhdi hesab eləyə, lakin Quranı üzündən oxuya bilməyə. Çox maraqlıdır. Bu insanın səs yazılarına baxın və nümunələr də istəsəniz göstərərik. Açıq, aydın, rahat şəkildə Quranı oxuyanda səhvə yol verir. Məsələn, o ayə ki deyir, İnnəl-ləzīnə cəhədu finə lənəhdiyənnə subulənə, gəlir o ayəni subulunə oxuyur. Yəni, ibtidai tələbə, yeni hövzəyə, yəni dini mədrəsəyə daxil olan tələbə bilir ki, bu subulənə olmalıdır. Bəziləri gəlib cavab veriblər ki, yox, qiraət bu cürdür. Nə qiraət? Məgər bizim bir dənə subulənə qiraətimiz var. Bu cür onlarla, bəlkə də yüzlərlə nümunələr var. İndi sualımız budur. Siz Quranı üzündən oxuya bilməyən şəxsi özünüz üçün imam götürmüsünüz, seçmisiniz?